Hər gün milyonlarla insan internetdən istifadə edir. Amma internetin bu qədər faydalı olmağı onun təhlükəli olmadığını göstərmir. Gəlin bugün internetin təhlükəli tərəflərinə nəzər salaq. Məlumat oğruluğu. Şəxsi məlumatlarımızı paylaşdığımız heç bir platforma 100% təhlükəsiz deyil. Bu təhlükədən qorunmaq üçün güclü və unikal parollardan istifadə et. 2 mərhələli doğrulamanı aktivləşdir. Şəxsi məlumatlarını sosial şəbəkələrdə paylaşma. Saxta xəbərlər. Bəzən internetdə insanları manipulyasiya edən yalan məlumatlar paylaşılır. Belə hallarla rastlaşmamaq üçün vacib məlumatları bir neçə etibarlı mənbədən yoxla. Şok başlıqlara inanma. Paylaşmadan öncə dəqiqləşdir. Zərərli linklər və tətbiqlər. Tək kliklə telefonunuza virus yüklənə bilər. Bunun üçün tanımadığı linklərə klikləmə. Tətbiqləri yalnız rəsmi mağazalardan yüklə. Telefon və kompüterdə antivirus quraşdır. Bəs siz bu risklərdən hansını real görürsünüz? Şərhlərinizi gözləyirik.